Son dövrlər balaca fidanlarımız dövlət tərəfindən hər cür diqqət və qayğı ilə təmin edilirlər. Gələcəyimiz olan körpələrin sağlam böyüməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Ölkəmizin hər bir bölgəsində körpələr evi uşaq bağçasının binaları yenidən tikilir və ya əsaslı təmir edilərək balaca fidanların istifadəsinə verilir. Tovuz şəhər Lalə Körpələr evi uşaq bağçası da artıq əsaslı təmirdən sonra istifadəyə verilib. Bağçamız 2 qruplu bağçadır, 40 uşaqdan ibarətdir. Təmirdən öncə bağçamızda vəziyyət əlbəttə ki, bir o qədər də yaxşı deyildi. Belə deyək də, problemlərimiz daha çox pəncərələrimiz idi, dam örtüyündə problemimiz var idi. Təmir işlərinə görə də başda kollektivimiz adından və mənim öz adımdan cənab prezidentimizə və Elm və Təhsil Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. Uşaqlarımız üçün gözəl şərait, mühit yaratdıqları üçün isə xüsusi təşəkkür edirik. Qurban Vidadioğlu, Kamran Əski Paralı bugün informasiya proqramı üçün.